Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Təhsil 365 televiziyasının efirində Şəhidin Səsi proqramının növbəti buraxılışını izləyəsiniz. Biz hal-hazırda şəhid İsrail Cəfərzadənin yaşayıb boya başa çatdığı evin önündəyik. Az sonra onun valideynləri ilə həmsöhbət olacaq. Gəlin öncə şəhidə həsr olunan video çarxı izləyək. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Cəfərzadə İsrail Namiqoğlu 30 sentyabr 2000-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Sabunçu rayonunun Sabunçu qəsəbəsi Anaşkin 23A ünvanında yaşamış Cəfərzadə İsrail 2007-ci ildə Akif Qambayzadə adına 148 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 3 qardaşın ən kiçiyi olan İsrail məktəb illərində fəallığı ilə yadda qalıb. Cəfərzadə İsrail elə uşaq vaxtlarından fərqlənib. Belə ki, Yunan-Roma güləşi ilə məşğul olan İsrail bu idman növündə uğurlar əldə edib. 2013-cü ildə Pəhləvan İdman Klubunun açıq birinciliyində Cəfərzadə İsrail 35 kiloqram çəki dərəcəsində ikinci yer tutaraq təltif olunub. Bununla yanaşı, şəhidimiz digər idman növü olan basketbol ilə də məşğul olub. 2015-ci ildə Olimpiya Hərəkatı proqramı çərçivəsində Sabunçu rayonu üzrə keçirilən birincilikdə fəal iştirakına görə Milli Olimpiya Komitəsi tərəfindən ikinci yerlə təltif olunub. Məktəb illərində həmyaşıdlarının və müəllimlərinin sevimlisinə çevrilən İsrail 2016-cı ildə 9-cu sinifi bitirərək peşə ixtisasına yiyələnmək qərarına gəlib. Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatoru ixtisası üzrə təhsil alıb. Peşə məktəbində oxuduğu illərdə İsrail ictimai tədbirlərdə fəal iştirak edib. Olimpiya oyunları zamanı Könüllülər Hərəkatının fəal üzvlərindən olaraq müxtəlif mədəni kütləvi tədbirlərə qatılaraq öz töhfəsini verib. Eyni zamanda futbola böyük marağı olan Keşlə Futbol Klubunun fan klubunun fəal üzvü olub. 2019-cu ildə təhsilini başa vurduqdan sonra İsrail həmən il iyul ayında vətənə borcunu vermək üçün əskəri xidmətə yollanıb. Xidmətinin ilk günlərindən seçilməyə başlayan Cəfərzadə İsrail gənc əskərlərin and içmə mərasimində təşkil olunan təntənəli tədbirdə nümunəvi çıxış edib. Onun nümunəvi çıxışı komandiri tərəfindən qiymətləndirilib və hərbi hissənin komandiri tərəfindən fəxri fərmanla təltif olunub. Xidməti müddətində nümunəvi əskər olan İsrail öz israrı ilə xüsusi təyinatlı kəşfiyyat qrupunda kəşfiyyatçı olaraq vətənə borcunu yerinə yetirib. Bir müddət sonra baş kəşfiyyatçı təyin edilib. Baş kəşfiyyatçı bölüyünün şəxsi heyəti arasında keçirilən yarışda silahın sökülüb yığılması üzrə birinci yerə layiq görülərək təşəkkürnamə ilə təltif olunub. Fiziki imkanları ilə diqqət çəkən Cəfərzadə İsrail hərbi hissənin fiziki hazırlıq məşğələlərində ən yüksək nəticə göstərərək növbəti təşəkkürnaməsini alıb. Xidmət müddətində onun uğurları bununla bitməyib. O, növbəti təltifini 26 iyun 2020-ci ildə alıb. Azərbaycan ordusunun 102-ci il dönümü ilə əlaqədar döyüş hazırlığının nəticələrinə görə fəxri fərmanla təltif olunub. Həmçinin xidməti müddətində aprel döyüşləri ilə bağlı çəkilən filmdə də iştirak edib. Cəfərzadə İsrail həmişə müqəddəs torpaqların azad olunması üçün Ali Baş Komandanın əmrini gözləyib. 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ Savaşının ilk dəqiqəsindən baş kəşfiyyatçı kimi döyüşə atılıb. İki dostunun şəhid olmasından sonra o, dostu Əkbər Hüseynovun kimliyini taxaraq və Aslanlı İqbalın qanlı köynəyini geyinərək xidmətini davam etdirib. Cəfərzadə İsrail 2-ci Qarabağ müharibəsi başlayan gündən kəşfiyyatçı əskər olaraq rəşadət göstərib. Talış və Suqovuşan istiqamətində strateji yüksəkliklərin azad olunmasında iştirak edib. Şəhid Cəfərzadə İsrail 20 nəfərlik kəşfiyyat qrupuna rəhbərlik edib. Mina təmizləyən qurğunun işləməməsi səbəbindən 70 metr enində olan minalanmış ərazini süngü ilə təmizləyərək şəxsi heyətin keçidini təmin edib. Eyni zamanda düşmənə məxsus tankın məhv edilməsində müstəsna xidməti olub. Döyüşlərin gedişində oktyabrın 14-də boyun hissəsindən yaralanıb.
yaranın ölümcül olmadığı və döyüşdə iştirak etmək istədiyi üçün bunu gizlədib və xidmətinə davam edib. Son döyüşü oktyabrın 16-sından 17-sinə keçən gecə olub. Döyüşdə alnından və sol qolundan yaralanıb, amma yenə də döyüşə davam edib. 530 yüksəkliyinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Yüksəkliyin alınması zamanı döyüş yoldaşları mühasirəyə düşüb. İsrail yoldaşlarını mühasirədən çıxarmaq məqsədi ilə pulemyotdan dəstək vermək qərarına gəlib. Onun səyi nəticəsində digər yoldaşları mövqelərini dəyişərək mühasirədən çıxa biliblər. Amma bu döyüş qəhrəmanımızın son döyüşü olub. Növbəti strateji yüksəklik uğrunda gedən döyüşdə mənfur düşmənin snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra prezidentin müvafiq sərəncamları ilə Rəşadət ordeni, Vətən uğrunda, igidliyə görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Cəfərzadə İsrailin anası Cəfərova Kəmalə. Bizə İsrail Cəfərzadənin uşaqlıq və məktəb illərindən danışın. İsrail uşaq vaxtından həm dəcəl, həm şıltaq, həm də mehriban uşaq idi. Ona uşaqlıqdan, yəni yoldaşımın babasının adı İsrail olduğundan ona İsrailin adını, onun adını qoymuşduq. Amma biz İsi deyə çağırırdıq onu. Uşaqlıqdan çox şən uşaq idi. Məktəb illərində də hamının sevimlisi, düzdür, dərsini yaxşı oxumasa da, arada şıltaqlıq eləsə də, ancaq fəal iştirakçı idi. İctimai işlərdə fəal idi. Yəni müəllimələr, direktor ondan razı idi. Məktəbdə adi bir nəsə sınardısa və yaxud da nəsə bir iş lazım olardısa, İsrail birinci ona can atıb hər bir işdə fəal idi. Biraz böyüyəndən sonra gənc vaxtlarından demək, hələ orta məktəbdə oxuyan zaman demək, idmanla da məşğul olurdu. Özü getmişdi, öz adını yazdırmışdı idman sahəsinə. Bir çox idman sahələrində iştirakı var onun, mühürü var. İstəyir güləşdə, istəyir futbolda. Belə boş vaxtlarında da gənclər klubunda öz adını yazdırmışdı, yəni könüllülərdə. Orada da çox fəal iştirakçı idi. Adi qonşular belə ondan razı idi. Öz gəncliyinə, şıltaqlığına baxmayaraq, bir qonşu belə ondan narazı değildi. Adi bir cavan bir qadın bazardan gəlib əli dolu İsraillə rastlaşanda İsrail onun sumkasını düz evinə qədər aparırdı, ona kömək eləyirdi. O düzü mən bilmirdim, heç gəlib mənə deməzdi də ki, amma mən bu hərəkəti eləmişəm. Özünün öz qürurundan o hərəkətləri eləyirdi. Hamının sevimlisi olmuşdu. Dostları onu necə tanıyırlar? İsrail həqiqətən də dosta sadiq bir uşaq idi. Yəni onu dostları daha yaxşı, məndən də yaxşı bilər. Bilirəm ki, o hər bir kəsə, hər bir dosta, sirdaşa sadiq bir
evladı idi. Yəni əskərlikdə də o öz təsdiqini tapdı. Yəni əskərlikdə olanda o özünə dostlar əlavə eləmişdi orada öz həyatında. Yəni burada bir başqa əskərlik sahəsində bir başqa. Yəni onu da öz canı bahasına təsdiqini tapdı. Yəni öz dostunun köynəyini geyinib kimliyini taxmaq hər bir evlada deyimmi, yəni hər bir kəsə yəni o biraz risk edicidir. Ancaq yəni İsrail onu bacardı. İsrail onu mərcəhsinə öz təsdiqini elədiyi hərəkətindən tapdı. Mən Cəfərov Namiq, şəhid İsrailin atasıyam. Şəhidin döyüş yolu ilə bağlı məlumat verməyinizi xahiş edirik. Bildiyiniz kimi şəhidimiz İsrailin döyüş yolu çox həm ağır və həm də ki necə deyim, yadda qalan bir tarixə yazılmış bir döyüş yolu olubdu. Müharibənin ilk günləri sentyabrın 26-sı, 27-sinə keçən gecədən müharibə səhərə yaxın başlayıb. O müharibə başlayandan sonra bunlar həmən döyüş bölgəsində olublar. Sırf Tap Qaraqoyunlu kəndi deyilən ərazidən Oxaniyan sərhəddi var ki, həmən sərhəddin yardıb keçilməsində birbaşa iştirakçıdır. Sonra yüksəkliklər, 2-3 yüksəkliyin alınmasında iştirakçıdır. Talış kəndinə daxil olmamışdan əvvəl demək uşaqların, şəhidimizin dostları olur. Ümumiyyətlə, həmən dostları şəhid olur. Şəhidimiz İsrail bir dostunun kimliyini yaxasına taxır, bir dostunun da qanlı köynəyinin əyninə giyir və onlara söz verir ki, sizin qanınızı yerdə qoymayacağım, qisasınızı alacağım və təzədən döyüşə qatılır və Talış kəndinin ətəyində Polad postu deyilən ərazidə düşmənə aid tank görsənir. Şəhid İsrail almış özü kəşfiyyatçı idi. Tez qaçaraq snaryad götürür. Snaryadın qranatometlə o tankın vurulmasını təmin edir. Həmən vaxtı görür ki, ikinci tank çıxır. Düşmənin ikinci tankı gəlir. Yenə də təkrarən ikinci snaryad götürürlər. Qranatometlə həmən tankı da məhv edirlər. Sonra Talış kəndinə girən zaman ermənilərin orada uzun müddət böyük bir qarnizon yaradırlar. Həmən qarnizona demək özləri qaçmış olurlar. Ancaq ora girişdə hardasa bir 70 metr, 80 metr enində minalanmış ərazi olur. Bunlar gecə vaxtı həmən əraziyə daxil olurlar. Orada minalanmış ərazinin keçmək lazımdır. Orada sapyor dəstəsinin 2 dənə sapyor minaskatil olur. O minaskatillə istəyirlər ki, minalanmış ərazini yoxlasınlar. Minaskatil işləmədiyinə görə İsrail düşür qabağa. Avtomatın şompunu ilə süngü deyirlər ona. Süngü ilə yeri eşərək hardasa bir 35 ədəd əli ilə o minanı təmizləyir və o əraziyə ayaq izlərini qoyur. Bütün şəxsi heyətin oradan keçməsini təmin edir. Bütün şəxsi heyət oradan keçəndən sonra bir nəfərin belə deyək, heç birinin burnu qanamır. Sağ-salamat keçə bilirlər. Sonra Talış kəndində o ayın 30 günü döyüş vaxtı olan vaxtı biz əlaqə saxlayırıq. Həmən günü İsrailin ad günü idi. Biz əlaqə saxladıq. Düzü, daha doğrusu özündən gələdi ki, baba salamatçılıqdır, hər şey yaxşıdır və ad gününü təbrik elədik.
Sonra mamasıyla danışıb, evdən danışıb, mamasıyla əlaqə saxlayıblar. Elə oldu ki, axşamı onlar orada qalmalı oldu. Axşam onların vaxtı var idi. Həmən vaxtı 3 saatdan artıq biz telefon danışığımız oldu. Demək, bunlar özləri üçün orada yemək pişirirdilər. Onun video görüntüləri zadı vardı orada. Həmən vaxtı snaryad düşür ora. Ermənilərin atdığı snaryad gəlir, düşür. Səsindən yer-gür titrəyir də, dəhşət bir səs yaradır. İsrail həmən vaxtı biz görüntüdə danışırdıq. İsrail istəyir ki, bunu biz hiss eləməyək. Susur və gülür. Mən deyirəm ki, nə diyor? Deyir, heç nə. Deyirəm, nədir o? Görür, təkidləndirəmişəm, soruşuram. Bu axırda deyir ki, heç bir şey yoxdur, maşına snaryad yüklüyür, onun səsi gəlir. Mən görürəm ki, məni yola verir, axı istəyir ki, mən bilməyim. Axırda mən təhkil edirəm ki, yox, görüm o nə idi belə. Soruşur ki, mama yanında deyir ki, mama bilməsin da, bəs belədir vəziyyətdə. Ermənilərin snaryatı gəldi, düşdü bizim yaxınlığımıza. Və orada həmən o yoldaşlarından biri qıraqdan görürəm, deyir ki, o səsə gülər, hamısı gülür. Deyir ki, ana laylasıdır bu, ana laylası. İnanırsınız, o uşaqların birinin də ruhu belə tərpənmirdi. Hamısı heç qorxmadılar, heç söylənmirlər, elə bir ki, gülürlər, hamısı gülə-gülə. Sonradan o döyüşdən sonra 4-5 dənə postun yüksəkliyinin alınmasında İsrail iştirak edib. Son döyüşləri bunların 530 deyilən yüksəkliyi var, həmən yüksəklikdə olubdur. Həmən yüksəkliyin alınmasında İsrailin böyük xidmət olub. Demək, həmən vaxtı 16-sı günü tarixində, oktyabrın 16-sında bunlar yoldaşlarla düşmənin qurduğu səngərə daxil olurlar və orada döyüş aparırlar. Onun video çəkilişi də var. Həmən o foto şəkil, orada olan foto şəkil də həmən o döyüşdəndir. Orada demək, telefonla yoldaşlarının biri çəkiliş aparır. Həmən vaxtı snaryad düşür bunların yanına. Orada həmən o telefonla çəkən yaralanır. O cümlədən də İsrail də yaralanır. İsrailin alnından və alın layihəsindən zədə alır, yara alır. Ancaq o video çəkən demək, boğazının bir hissəsindən damar yaralanır, kan itirir. Onu çıxardırlar, İsrail çıxmır, qalır, döyüşü davam edir orada. Axşamı təzədən bu yoldaşlarla bir yerdə döyüş aparan zaman başqa bir səngərə yenə daxil olurlar. Demək, orada ermənilər yuxarı bir postdan bunları izləyirlərmiş. Bu da olur Ağdərə istiqamətində Qlops deyilən ərazi var. Həmən ərazidən bunları izləyirlərmiş. Bunlar ora daxil olanda bunlar açıq aydın görsənirmiş ki, ermənilər görürlərmiş. Bunları snaperlə bir bunları vurmaq şansları çox böyük olur. Düzdür, bunlar onu hiss edirlər, görürlər ki, mümkündür də, yəni burada gizlənirlər və öz aralarında söhbət aparırlar ki, yəni buradan bizim sağ çıxmağımız mümkün deyil. Gəlin bir nəfər qalsın burada, ateşi təmin eləsin, yoldaşlar buradan salamat çıxa bilsin. Onu İsrail öz boynuna götürür və orada qalır. O ermənilərdən qənimət götürdüyü pulemyot olur həmən vaxt onda. Həmən pulemyotdan
ateşi təmin edir. O yoldaşlar yanındakiler çıxırlar başka bir istiqamətə. İsrail onlar sonra o yoldaşlar hemen qıraqdan ateş təmin edəndə ki İsrail oradan çıxa bilsin. İsrail çıxan vaxtı İsrail snaperlə vururlar. Elə bir yüksəklikdən snaper vurulur ki, təsəvvür edin, sol istiqamətdən boyun layihəsindən snaperlə güllə gelir, ürək layihəsindən sağdan çıxır güllə. Həmən vaxtı yoldaşlardan biri istəyir, yaxınlaşsın, İsrailə bir yardım edəsin, köməkli edəsin. Həmən vaxtı o yoldaşlar snaperlə baş layihəsindən vururlar. İsrailin son döyüşü orada olur. Həmən yoldaşlar demiyorlar ki, hamısı şəhid olur orada. Mən əvvələ qayıtmaq istəyirəm. O əvvəldə 30 il ki, ermənilər tərəfindən necə deyim, bir zabor səhti. Təsəvvür edin ki, beton bir metr qalınlığında, hündürlüyü bir 20 metr hündürlüyündə beton bir səth çəkilmiş ərazini keçmək mümkündürmü? O bizim orduya məxsusdur ancaq. Orada, yəni bu mən o beton ərazi dedikdə, yəni sırf betonu nəzərdə tutmuram. Yəni orada minalanmış əraziləri nəzərdə tuturam. Orada o sərhəddin yarılıb keçməsində bu uşaqların böyük zəhməti var. O dostların, bir vaxt dedim, təkrarlamaq istəmirəm, şəhid olanda ki, o kimlik, qanlı köynəkli geyir, söz verir. Həmən vaxtı İsrail bu döyüşü ilə, bu hərəkəti ilə dostluq səndaməsi yazdı. Dostluq nə olduğunu İsrail sübut elədi ki, dost necə olur. Və ondan sonra qalıb 20 gün döyüşüb və onu sübut eləməyinlə o göstərdi ki, dost necə olmalıdır. Yəni, bu günləri o dostların hamısı şəhiddir. Hər biri şəhiddir. Hər birinin ailəsindən əlaqəmiz var, münasibətimiz var. Əlaqə saxlayırıq. Son olaraq efir vasitəsilə nə demək istərdiniz? Son olaraq bunu demək istəyirəm ki, İsrailin demədiyim bir mövzu haqqında demək istəyirəm ki, onun 2 dənə biz ayın 17-si üçün görüşməliydik. 2 bir şey istəmişdi bizdən. Bir anasını evdən peyraşka hazırlayıb ona çatdırmalıydıq. Bir də samavarı istəmişdi ki, samavarı gətirib burada çay qaynadıb içməsin. Onun çatdırmamağıma görə peşmanlıq keçirdirəm. Ancaq şükür edirəm ki, bu günləri İsrail şəhid olub, bütün torpaqlarımız azaddır. Ona şükür edirəm. Şükür edirəm ki, yəni vətənin, torpağın azadlığında İsrail öz canını fəda verdi. Bugün ulu öndərimizin davamçısı olaraq prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, xarici və daxili siyasəti çox güclü oldu və o bunu sübut elədi ki, bizim ordu nəyə qadirıq? Qadirik. Bir yumruq altında birləşdik. Bu günləri Qarabağı azad elədik o düşmənlərdən. Qarabağın bu günləri hər bir nöqtəsində, hər bir yerində bizim Azərbaycan bayrağı dalğalanır.
Bununla fəxr edirəm mən. Fəxr edirəm ki, ən azından Qarabağın azadlığı uğrunda mənim oğlumun da payı var. Hər bir orada olan, şəhid olan insanların, şəhidlərin ruhları şad olsun. Valideynlərinə səbir diləyirəm. Allah hər bir valideynə, ataya, anaya səbir versin. Yəni biz şükür edirik bu günlər ki, yəni balalarımız necə deyim, günahsız yerə getmədi. Fakt bu günləri torpaqların azadlığı, orada torpaqlar, bayraqlarımızın dalgalanması bu bizə bəs edir ki, bizim balalarımızın qanı məhz bizim bayrağımızın ucalmasına səbəb oldu. Biz bugün şəhidlik zirvəsinə ucalan qəhrəmanımız İsrail Cəfərzadənin məzarı önündəyik. Bu torpaq onun kimi igidlərin qanı ilə müqəddəsləşib. Burada bir oğul yatır. Vətəni canından artıq sevən, vətən uğrunda ölümə gülə-gülə gedən bir oğul. İsrailin adı təkcə bu baş daşda deyil, millərlə ürəkdə yazılıb. O bir ömürlük susdu, amma onun susqunluğu bu torpağa səda oldu. O danışmasa da ruhu danışır. Bu torpaq onun nəfəsi ilə yaşayır. Ana bir oğul itirdi. Vətən minlərlə oğul qazandı. Və bu gün biz burada dayanaraq şəhidimizin ruhu qarşısında baş əyirik. Biz varıqsa, bu sizin sayenizdədir İsrail. Ruhun şad olsun igid. Sənin səsin susmur. O bu proqramda, bu xalqda, bu torpaqda yaşayır və əbədi yaşayacaq. Şəhid İsrail Cəfərzadəni tanıyırsınızmı? Onun haqqında nə deyə bilərsiniz? Əslində şəxsən tanımıram. Çünki o çox cavandır və çox sevindirici haldır ki, 2-ci Qarabağ müharibəsində bizim cavanlar özləri torpağın altında getsələr də torpağın üstünü azad elədilər. Amma onu deyə bilərəm ki, yəni bu Ağsayon Abbasxanlı kəndidir. Yəni bunu sizə açıqlayım. O kəndin cəmaatı vaxtı ilə Səfəvilərin vaxtında Şahsevənlər tayfasının bir qoludur, Abbasxanlılar. Şah Abbasın sevən bir tayfa olub və onlar köçüblər Ağsuda bunlara, yəni kifayət qədər bunlar həm qabaqlarından yeyəndirlər bizim dillə desək, həm də çox davakardılar. Düşməni də heç sevmirlər və aman vermirlər. Çox sevindirici haldır ki, İsrail onları oxşayıb. Adı da mələkdir, özü də mələk kimi uçdu getdi. Ailəsinə, torpağına böyük şərəf gətirdi. Yəni, bütün şəhidlər qarşısında baş əyri. Amma eyni zamanda 1-ci Qarabağ müharibəsinə vuruşan bir adam ki, onu deyə bilərəm ki, bizə o şəhidlik qismət olmadı, şəxsən mənə. Və qazilik də qismət olmadı. Amma torpağı da ala bilmədik biz. Biz itirdik. Amma çox sevindiricidir ki, bizdən sonra gələn nəsil o torpağı da aldı və eyni zamanda bütün bizim genosidə uğramış həm Xocalıların, Qaradağlıların, digər yerlərdə olan Azərbaycan vətəndaşlarının qanları da yerdə qalmadı. Onların şəhid qardaşlarının da qanı yerdə qalmadı. O cümlədən İsrailin də qanı yerdə qalmadı. Azərbaycan ordusu tək İsraili, bütün İsraillərin qanını aldı. Amma şəhid olmaq Allah yanında çox uca bir rütbədir və mən buradan onu deyə bilərəm ki, İsrailə Allah rəhmət eləsin, qəbri nurla dolsun. Yəni o zirvəyə çatmaq hər adama qismət olmur. 20 il yaşayasan və bu 20 ildə Azərbaycanın tarixinə qızıl hərflə yazılasan,
Bu mümkün deyil. Yəni bu yaşa qədər hələ biz Azərbaycana tarixən qızıl hərfinə yazıla bilməmişik. Yəni bir müstəqilliyə səs verməkdən başqa. Amma o 20 yaşında bunu bacardı. Deməli bizim gənclərimiz var ki, onlar bizdən çox qabaqdadılar. Mən valideynlərinə səbir diləm, amma fəxr eləsinlər ki, belə bir övlad yetişdiriblər. Hər atanın belə oğlu olmur. O qədər bizdə belə gənclər var ki, vallahi heç nəyə dəymirlər. Yəni onların yanında belə bir rütbəni qazanmaq, belə bir mühitdə bu ailə tərbiyəsindən doğan bir şeydir, genetik nəsildən gələn bir şeydir və eyni zamanda uşağın aldığı təhsildən, tərbiyyədən çox asılıdır, böyüdüyü cəmiyyətdən də çox asılıdır. Onu deyə bilərəm ki, İsrail bütün bunların hamısının ötəsindən gəldi, bacardı və elə bu durduğumuz evdə onların evidir, küçədə onun adını daşıyır, Şəhidlər Xiyabanında da olduq. Yəni bütün hallarda İsrail bizim üçün bir nümunədir, Azərbaycan gəncləri üçün bir nümunədir. Bugün Şəhidin Səsi proqramında qəhrəman oğlumuzu, vətən uğrunda canını fəda edən İsrail Cəfərzadəni yad etdik. Onun həyat yolu, mərdliyi və vətənpərvərliyi bir daha bizə xatırlatdı ki, azadlıq asan qazanılmayıb. Ruhun şad olsun İsrail. Əziz dinləyicilər, gəlin qəhrəmanlarımızın səsini heç vaxt unutmayaq. Onları ürəyimizdə və yaddaşımızda daim yaşadaq. Çünki şəhidlər ölməz. Biz xatırladıqca və danışdıqca onların səsi əbədi yaşayacaq. Sağ olun, növbəti verilişdə yeni bir qəhrəmanla görüşənədək. Vətən sağ olsun.